Əzizlərim, mən sizə indi çox ucuz deyəndə büdcəyə uyğun olan, amma lüksdən geri qalmayan, Rusiya istehsalı olan dodaq boyası göstərəcəm. Nəzərinizə çatdırıram ki, heç bir əməkdaşlıq yoxdur və hamısı öz büdcəmə alınıb. Hamısını bircə bundan başqa Olive mağazalarından almışam. Bununsa Yumika marketdən almışam. Stellari Azərbaycan, Olive və yaxud bir marketdən heç bir əməkdaşlığım yoxdur. Amma olsa sevinərəm. Gəlin açıqdan tündə gedək. Belə bir 504 nömrəli mənim dodaq qələmim var, Golden Rose. Bu da öz büdcəm alınıb. Heç biri ilə əməkdaşlığım yoxdur. Güzgüsüz kamera ilə çəkməkdən betər şey yoxdur. Hər şeylə gedən karandaşda, amma yenə də deyirəm, istər Golden Rose, istər Yumika market, Yumika indi bir market gedir, istər Stellari Azərbaycan, istər Olive ilə əməkdaşlıq olsaydı sevinərdim. Nəysə. Bunu mənə hələ Olivia'nın öz əməkdaşı, əvvəllər deyəsən Rosamunda da satırdılar, dəqiq yadımda deyil, satırdılar ya yox. İndi Olivia'lardan yığışılıb, amma problem yoxdur. Bunlar bir marketdə də var, 14 nömrə. Hələ bunu Olivia əməkdaşı hansı Olivia'dası mənə məsləhət vermişdi və geç tapılan bir nömrədir. Yəni ki, hər kəsə yaraşan bir nudedur. 14 nömrə. Dodaqda həmişə əldən daha açıq olur. Hətta deyirlər ki, burada daha uyğun olur, dodağa uyğun. Belə də. Çox gözəl dodaq boyasıdır. Mən çox bəyənirəm. İndi biraz silək. Belə silək ki, karandaşımız getməsin də, düzdürmü? Bu bursu da qəşəngdir. Birinci bunu almışdım, amma sonra mənə bir əməkdaş dedi ki, bu daha yaxşıdır. Bu 15 nömrədir. Bir tık tündür. O da çox gözəl bir nude rəngdir. Burada plaster olub deyənəm. Stellari 15 nömrə, birincisi 14 idi. Hə, burada da göstərək. Daha sonrası biraz simlidir və biraz dodaqdan gec gedir. Adətən mən belələrinin üzərindən ondan eləm. Mən onu göstərmişdim. Mən bloglarda göstərmişdim. Harada göstərmişəm? Bloglarda deyəsən göstərmişəm. Bu yaxında almışdım. Qiymətləri haradasa 14-15 manat civarındadır. Bəlkə biraz aşağı, bəlkə biraz yuxarı mağazadan maraqlanarsınız. Qiymət soruşmağı sevənlər. Bu 14'ü niyə açdım? Bu Stellari 03'dür və simlidir. Bu biraz başqa seriyadan da. Adı yadımdan çıxıb seriyanın. Bunun adı 03'dür. Nə vibe? Trophy Vibe. Bunu bir Rus blogerində görmüşdüm. Amma o hansı effektlə çəkirdi, onda daha tünd idi. Və dodaqdan dodağa fərq var. Çox çəkəndə, baxın. Az çəkəndə böyle nude parıldayır. Amma çox çəkəndə, gəlin biraz çox çəkək. Daha çox parıldır. Mən bunu hər hansı bir nude dodaq boyasının üstündən parıltı kimi çəkirəm. Əslində nudedur, amma belə qızılı rəngdə simləri var. Dəqiqə silim. Format aslında. Belə. Və indi ən tünd rəngi keçəcəyik. Bu, qış payız aylarının sevimlisi olan bu Queen seriyasındandır. Queen 04'dür. Bordomsu bir renkdir. Böyle eləsəz daha natı. Görürsünüz, simlər getmir o bursundan. Daha şey olur. Amma qalın çəksəz yenə də şik bordo deyil. Bordanın biraz qəhvəyi çalanla da, amma çox qəşəng hələ indi payıza uyğun olan bir rəngdir. Yəni, əldə də göstərim sizə. Əldə daha tündür, dediyim kimi. Simli getmir adamın əlinə.
Çox gözəl pomadalardır. Almağa dəyər. Elə də qurutmur dodaqları. Yəni nəmləndirsiniz daha yaxşı olar. Stellary firmasındandır. Bir daha qeyd edirəm ki, heç bir əməkdaşlığım yoxdur. Aşırdım biraz deyəsən. İstər dodaq qələmi olan Golden Rose-la, istər Stellary Azərbaycanla, istər Olivia ilə, istər bir marketdən olsa əlbəttə ki, sevinərəm. Sadəcə sevdiyim, xoşladığım bir brend olduğu üçün, Rusiyanın brendi olduğu üçün niyə Olivia'dan yığışdırırlar yavaş-yavaş, hər Olivia'da artıq tapılmır, bilmirəm. Çox gözəldir, bunun tuşları da qəşəngdir. Ümumiyyətlə Stellary rusların sevdiyidir, həm də Rusiyanın özünün istehsalıdır. Deməli 14, 15, bu simli olan 03 və 04. Bu Queen seriyasıdır. Bu seriyaların adını bilmirəm valla. Bunlar mat seriyalardır. Bu da Queen de mat kimidir. Matdır. Bu ise biraz parıltılı. Bunun parıltısız olanı da var. Valla seriyaların adını bilmirəm. Nə nude seriyasıdırsa. Belə. Bu dəfə sizi sadəcə Stellary ilə tanış etmək istədim. Siz bilirsiniz ki, mən sizə büdcəyə uyğun, yəni büdcəyə uyğun, amma orijinal məhsullarla da gözəl olmaq olar. Allah bərəkət versin. Kim istəyib cibinə uyğunsa lüks istifadə eləsin. Oyunlar olsun, biz də lüks edək. Amma mən lüksün də istifadə etdim. Yves Saint Laurent'ım da olub. Yeri gələndə indi MAC-ım da var. Yəni heç də onlardan MAC professionaldır, Yves Saint Laurent. Amma lüks sayılır. Yəni heç də onlardan geri qalan dodaq boyaları deyil. O orta mass market deyib keçməyin. Sadəcə mən sizə bilirsiniz ki, hər zaman özümə rəva gördüyümü rəva görürəm.